Mənə bir xanım yazdı Rusiyadan, dedi ki, atam dünyasını dəyişib, vaxtsız, vədəsiz, zamansız arzuları ürəyində qaldı atamın. Evin tək qızıyam dedi, atam dünyasını dəyişəndən sonra, həyatdan köçəndən sonra qohumlar da yad oldu, əzizlərimiz də yad oldu, tanışlarımız da yad oldu, xoş günlərimiz də atamla getdi dedi. İstəyirəm bu haqqında, atam haqqında bir şeir yazıb həsr eləyəsiz atamın əziz xatirəsinə. Allah məkanını cənnət, ruhunu şad eləsin inşallah. Yazmışam ki, darıxmışam, qurban olum ay ata. Yollarında qalıb gözüm, qayıt gəl. Üşüyürəm, uzaq dönüb, ev eşik, isit məni qollarında, qayıt gəl. Yetimliyin adı pisdə, ay ata. Gecələri tək qalmaqdan qorxuram. Bilən bilir çox ağırdır, çətindir, yetim kimi yaşamaqdan qorxuram. Çox əzdilər, çox yordular, ay ata. Atası yox, sahibsizdir dedilər. Yetim bilib bu bədbəxt qızına çox əziyyətlər, çox acılar verdilər.